Əziz dostlar, sizə Citynet-dən danışmaq istəyirəm. Citynet-lə çox ciddi problemlər yaşayırıq və 2 aydır heç bir problemsiz, çox normal çalışdığımız Citynet-in o şəbəkəsində böyük problemlər yaşanmağa başlayıb. Bizə dedilər ki, bəs kabeldə nəsə heç bir problem yoxdur. Bu bizim routerla bağlıdır. Yeni router aldım, gətirdim. Megabit yox, bu gigabit sürət verir. Təsəvvür edirsiniz, sürəti görsəz çox yüksək səviyyədədir, amma sayt açılmır, heç bir Facebook səhifəsi açılmır. Nəysə, o zəng eləyir, bu zəng eləyir, biri gəlir, biri gedir, hərənin əlində bir kəlbədir, nə bilim, hərənin əlində bir notebook. Hamı gəlir son anda deyir ki, yox, bizdə sürət yaxşıdır, axı, problem sizdədir. Yəqin nəsə konflikt var. Necə olurdu ki, bu 2 ay ərzində biz heç bir problem yaşamırdıq. Yazmadığım, demədiyim nöqtə qalmadı, hamı zəng vurur. Hələ bu arada da zəng vurub deyirlər ki, xidmətimizdən razı qalmısınız, yoxsa yox. Qardaş, mən əməkdaşlardan ümumiyyətlə narazı deyiləm. Əməkdaş bildiyi qədərini, bacardığını eləyir. Biri gəldi, kabeli ümumiyyətlə sökdü, təzədən yığdı. İşləmir, sizin probleminiz var və məni narahat edən məsələ nədir? Buna qədər məlumat verirdilər ki, bu narahatlıq olanda, ərazidə nəsə iş gedir, yəqin zədəliyiblər və biz internetsiz qalmışıq. Çox ciddi problem yaşayırıq. Mən təəssüf eləyirəm, hətta 2 abunəliyim var və məcburam bundan imtina eləyim. Və bizim olduğumuz binada Citynet-dən başqası yoxdur deyə biz də məcbur onlara ilişib qalmışıq. Yenə deyirəm, Facebooka yazırsan hamı cavab verir, hamı zəng eləyir, hamı gəlir, usta gəlir, əməkdaş gəlir. Mən dedim ki, ən yaxşı mütəxəssis olsun, o yazıqda gəldi, baxdı, getdi. Nəticə etibarilə internet yoxdur. Yəni, Citynet bunun öhdəsindən gələ biləcəksə, gəlsin, gələ bilməyəcəksə, desin, biz sizə mütəxəssis tapaq, o gəlsin, yoxlasın. Yəni, sizin probleminiz nədədir? Necə ola bilər ki, Wi-Fi aparatının arçıpanla arasında olan 5 santı olan məsafədən içəri keçib kompüterə internet verə bilmir? Yəni, bunun səbəbi nədir? Günah kimdədir? Zəng eləyən kimi amma çox qəribə bir məqam var. Zəng eləyən kimi mərkəzdən nəsə eləyirlər, həmən anda qısa bir müddətli ən gözəl interneti biz istifadə edə bilirik. Amma ondan sonra bərbad vəziyyətdədir, sürünür, yəni bu formadadır. Yenə deyirəm, 2 ay idi, hər şey qaydasında idi. Nə olubsa, bu son vaxtda olub. Mən bilmirəm, rəhbərlik kimdir? Hər halda bu məsələ ilə bağlı bir tədbir görmək məcburiyyətindədirlər. Çünki belə olduğu təqdirdə hamı sizdən üz çevirəcək. Bu, sizə qarşı olan inamı, etimadı çox ciddi şəkildə zədələyir, hörmətli Citynet.